Əziz izləyicilərimiz, əziz Tovuz cəmaatı, əziz xalqımız, hal-hazırda mən Tovuz rayonunun Döndarquşu kəndindəyəm. Sabirə anamızın evindəyik. Qardaşımızın adı Nəsimi Qarayev Vahidoğlu. Gördüyünüz bu qardaşımız, ana özü də dedi ki, uşaqlıqdan xəstə olub, amma tam belə olmayıb. Məktəbə belə. Gedir, 3-cü sinifdə. Biraz özünüz danışın. 3-cü sinifdən dərsə gedib, onda da xəstəlik tutub, sudurğası, oradan çıxartmışıq. Ondan sonra da məktəbə 3-cü sinifdən sonra məktəbə gedə bilməyib. Artıq neçə yaşı var qardaşımızın? 44-ə keçir. 44 yaşına keçib. Və gördüyünüz ana bu qardaşımızı bu vəziyyətdə saxlayır. Yəni ailə də deyim ki, elə bir imkanlı deyil, elə özləri necə deyim, əzab əziyyətlə dolanın. Başqa onun pensiyasından başqa bir gəlirimiz yoxdur. Qardaşımızın da pensiyası 3-cü qrup əlildir. 180 manat cəmi pul alır. Yəni 180 manatla bunun həm müalicəsi, həm yeməyi, həm içməyi, həm bu ananın, balanın yaşamağı çox çətindir həqiqətən. Anamızın da istəyi odur ki, deyərdim, bunun yoxlanışdan keçirərlər, görərdim. Bəlkə müayinədən keçirərlər. bəlkə müalicəsi olar. Anamız həm istəyir ki, Nəsimi qardaşımız müalicə alsın. Həmi belə baxdım, əlil arabası yoxdur. Yəni ən azından ayağa qalxa bilmir, ayağa qalxa bilmir. Çöl nədir, hava nədir, onu bilmir o. Bax, yataqdadır. Ən azından əlil arabası olsa, çölə çıxartmaq mümkün olar, ana üçün asan da olar. Mən xahiş edirəm xeyirxah insanlardan, imkanı şəxslərdən ki, bir əlil arabası qardaşımız üçün biz gətirək. İnşallah səsimi eşidərlər. O mümkün olan məsələdir, mən elə başa düşürəm, ona köməklik olunar və qardaşımıza müalicəsi lazımdır. Bəlkə biraz, ən azından bayaq dediniz ağrıları olur. Yəni güclü bel ağrıları olur. Tutanda səsi bu evi götürür. Və bizim ən böyük problemimiz, yəni istəyimiz odur ki, qardaşımızın əlilliyi 1-ci qrup əlil olsun. Çünki görünən bir işdir da, əzizlərim. Yəni özünüz baxın, dəyər verin. Yəni bu insan artıq neçə ildir bu vəziyyətdə yaşayır? 8 il. 8 ildir yataq vəziyyətində yaşayır. Gəlmə xəstədir. Təəssüf son vaxtı belə oldu. 8 ildir belə. Bəli, anadan gəlmə xəstəliyi olub, sudurğalı olub. Yəni 3-cü sinifdən sonra da ümumiyyətlə məktəbə getməyib. Son vaxtlarda ümumiyyətlə 8 ildir artıq yataq xəstəsidir. Hətta buna baxıcı da lazımdır. Elə ana özü baxıcı kimi də qeyd oluna bilər. 1-ci qrup əlillik istənilir. İstənilir yox, haqqıdır. Yəni bu qardaşımızın haqqıdır. Yeməyi özü yeyə bilir Mayana, yoxsa özünüz mü yedirdirsiniz? Yeyə də bilir, yedirdirəm də hər şey. Qaldıra bilərsinizmi? Oturda bilərsinizmi ki, görək? Ən azından. Çox çətindir ana üçün həqiqətən. Anadır, balasıdır, əziyyətini çəkir, saxlayır. Mən xahiş edirəm hər kəsdən. Göründü, bildim. Allah öz kömək olsun. İnşallah səsimiz eşidilər. Və bayaq elə söhbət eləmişik, yəni dəfələrlə deyildi ki, Tovuz rayon xəstəxanasına da gedilib, normal qəbul olunmayıb da. Biz xahiş eləyərik mərkəzi xəstəxanamızın rəhbərliyindən. Yəni ən azından bu qardaşımıza kömək məqsədi ilə, ailəyə kömək məqsədi ilə, düzdür, birbaşa Sosial Müdafiə Nazirliyi baxır, amma rayonumuzun da həkimlərindən dəstək olmalıdır. Onların sənədlərinə düzgün baxılıb, düzgün dəyərləndirilməlidir ki, yuxarıdan da imtina gəlməsin. 2 dəfə bacısı dedi ki, yəni 2 dəfə yenidən sənədlərini göndərmişik, imtina gəlib, amma yaxın vaxtlarda yox, hardasa ildən artıqdır dedi, səhv eləmirəmsə. Mən ümid eləyirəm, mən bu çəkilişi inşallah işıqlandıracağım, yanınızdayıq ana, narahat olmayın. Yəni bizi əlimizdən gələni, inşallah ki səsimizi eşitdilər, qardaşımıza da kömək olunar və elə müalicəsi üçün də ana kömək istəyir. Çünki dəfələrlə kredit götürüb, kreditlə müalicə elətdirib. Müalicə olan onun ağrıları gedə. Sadəcə ağrılarının getməyini istəyir anamız. Çox çətin bir vəziyyətdir həqiqətən.
İnşallah, inşallah səsimiz çatar ana. İnşallah kömək olunar. Allah özü kömək olsun. Nə deyə əlimizdən nə gəlir.